Müşfiqabadda iş var yoldaşlar, Müşfiqabadda iş var. Deməli, mən 2 dənə variantdan bəhs etmək istəyirəm, Müşfiqabadda olan işlərdən. Biri məhsul çeşidləyici, demək olar ki, hər ikisi də eyni sahəyə aid bir işdir yoldaşlar. Biri məhsul çeşidləyici işidir, 600 manatlıq bir işdir. Xanımlar üçündür, 20-40 yaşlı xanımlar üçündür. Çeşidləmə işidir, belə deyək. Bu bir variantdır. Digər bir variant isə belədir ki, yoldaşlar, zeytun bağına axtarılır. Yəni, orada belə deyim də, yığdığınız kiloya görə sizə əmək haqqı verirlər. Belə bir variantdır, 10 saatlıq bir işdir, 8-dən 6-ya kimidir. Sumqayıt və Müşfiqabad yolunun arasında olan bir yerdir yoldaşlar, zeytun bağına lazımdır. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əcəbalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.